Gəlin Araz Naxçıvan sabah qarşılaşması ilə başlayaq. Hər halda Zirə əslində Turan Tovuz da mərkəzi oyun hesab oluna bilərdi. O da maraqlı oyun idi, çətin oyun idi. Araz Naxçıvan sabah. Hər halda Başlayaq. Gəlin bu oyunla bağlı fikirlərimizi ilk olaraq bildirək, daha sonra keçəcəyik növbəti maça. Ülvi İskəndərovun qolu ilə Araz Naxçıvan hesabı açdı, amma bu üstünlüyü qoruyub saxlaya bilmədi. Vincent Til fasilə ərəfəsində hesaba tarazlıq gətirdi. Rohman Aliyevin pasından sonra Qara Qarayevdə Araz Naxçıvanda məhsuldar ötürmə müəllif olmuşdu. Fasilədən sonra isə qapılara qol vurulmadı. Tərəflər hərəyə həm bir qol, həm də bir xalla kifayətləndilər. Bəlkə də Araz Naxçıvana bu hesab hardasa sərf eləyirdisə, sabaha heç sərf eləmirdi. Çünki havası kimi lazım idi ki, o amma bir tərəfdən də sabahın finalda olması onun Avrokubok şanslarını hardasa qoruyub saxlayır. Bu Qarabağa qarşı heç kimin şansı yoxdur qardaşım. Bir oyundan ibarətdir. Əgər komanda qabağına Hər şey ola bilər. məqsəd qoyubsa, iki kuboku da və çempionatın kubokunda qaldırmaq istəyirlərsə başın üstünə. Məncə, yəni sabah komandasına sən deyirsən ki, kubokun finalında şansı var. Yəni kubokun finalında Kim deyir şansı var? İsmail. Ha, İsmail deyir. İsmail deyir ki, şansı var. Mən deyirəm ki, qardaş, finalda məncə Qarabağ imkan verməyəcək. Yəni o şansı buraxmayacaq. Çünki çoxdandır Qızıl Əmək favoritdir, kağız üzərində Söhbət burada bir dənə də moment var. Başa düşürəm, bir oyunda. Yəni mən onun nümunəsini ötən verilişdə də dedim axı Qarabağ final maçlarında çox da rahat qalib gəlmir kubok maçlarında. Zirə ilə ötən mövsümki kubokun finalına. İsmail, mən səninlə razıyam, amma burada bir moment var. Oyundur, o oyuna köklənmək. Burada bir moment var, onu çox adam fikirləşmir. Qarabağ əslində baxmayaraq ki, keçən il Avropa Liqanın qrup mərhələsinə qatılıb, orada yəni göstərdiyi nəticəyə görə Qarabağ çox böyük üzüntü yaşayır. Təsəvvür edirsiniz, adamlar Avropa Liqasının qrupuna düşüblər, amma onlar sezonu uğursuz sayırlar. Və bir çox müsahibədə də Qurban Qurbanov bunu vurğulayır və bunu tələfi etmək üçün, bunun əvəzinə çıxmaq üçün deyir ki, biz öz azarkeşimizə dubl hədiyyə eləyəcək bu il. Bəli. Qarabağın fikri budur. Yəni desəm ki, Avropa Liqasının 1/4-nə çıxıblar, polofinala çıxıblar. Burada istəyir kuboku aldın, almadın, çempion oldun, olmadın, sezonun uğurlu sayılır. Qarabağ hal-hazırda belə bir durumda, belə bir vəziyyətdədir ki, Azərbaycanda Qarabağ çempion olub kuboku almasa ya da kuboku qazanıb çempion olmasa, inanmıram ki, nəsə bayram eləsinlər. Çünki onlar uğursuz sayacaqlar sezonu. Yəni bunu unutmaq lazımdır. Bu oyunda, məsələn, bir oyundan ibarətdir. Biz indi əvvəlcədən proqnoz veririk və yaxud da nəsə də mən indi öz fikrimi bildirirəm ki, Qarabağ opşi planda götürəndə Qarabağda, Sabahı da belə pis də, yəni Sabah komandası da pis futbol oynamır əslində. Amma bir dənə oyun da ola bilər çıxıb baş ağrısı olsun Qarabağ. Amma Qarabağ əlbəttə biz ehtimalları deyirik. Yəni futbolunu yəni məncə şans verməyəcək. Sonra biz gördük ki və onun şahidiyik ki, Sabah əsl kubok komandası. Kubok komandası da amma yəni ola bilər. Sadəcə mən misal üçün sənə sual verim. Sabah tutalım da Juventusla Verona oynayır misal üçün. Ya da Barcelona ilə Kəpəz oynayır tutalım. İlk fikrin nə olacaq? Deyəcəksiniz, variant yoxdur, Barcelona udmalıdır. Amma orada da bir oyundur. Orada da hər şey ola bilər. Yəni olur, o qədər görmüşük. Komanda 30 dənə zərbə vurub rəqibə alınmır. Zərbə vurmayan, zərbə qrafasında 0 olan komanda qalib gəlib 11 metrə ilə, bilməm nə ilə. Amma məncə çox maraqlı final olacaq. Ona söz yoxdur. Hər iki tərəfin hücum xəttinin potensialı, yarım müdafiə. O ayrı məsələdir. Bu yəni, oyuna da qaydar şəkildə Sabah Qarabağ uduzmur. Yəni mən onu oyunun maraqlı olması üçün bir dənə də amil var. Bunu futbol komandaları yox, bunu PFL hər halda fikirləşməlidir. Çünki təşkilatçı olardılar da mən bildiyimə görə də. Bu oyunu xahiş edirəm, şou eləyin. Amma keçən ilki kimi Aygün Kazımov. Aygün Kazımov, yəni sözüm yoxdur. Çox gözəl bir fikirdir, amma sanki heç fikirləşməmişdiniz keçən il. Niyə? Bir dənə müğənni çağıraq kimi, divanı çağıraq, Aygün Kazım. Komandalar məşq edir, Aygün Kazım onların arasında gəzir, mahnı oxuyur. Yəni bu şou proqram deyil. Yankoviç də bir Mecnunok atdı. Mecnunok da atdı ona. Yəni bu əsl proqram sadəcə stadiona bir dənə
parlaq ulduzu buraxmaq deyil. Yəni əsl proqram stadionun ətrafında olmalıdır. Ora gələn özü dalğa arenada idi. Burdan Mərdəkana cəmaət ifadəmə görə üzr istəyirəm, basa-basa gedib ora. Məsəl üçün gəlmişik çox istəyərdim uşaqlarımı da aparım, amma uşaqları stadionun ətrafında biz azarkeşik, biz 3 saat, 5 saat gözləyirik oyunu. Uşaqlar gözləmir axı. Kimsə ailəsi ilə gəlib. Orada bir maraqlı bir aktivitələr eləsəydiniz. Yəni ideyaları verdə Alex, səndə var axı o. İdeyaları zəng eləyin. Mənim nömrəmi bilməyən adam yoxdur. Müraciət edin Alex müəllim, yəni o barədə bütün nə ideyalar var, bomba kimi ideyaları verəcək. Oyundan sonra səslənən fikirləri də bildirim, elə sən tamamlayarsan. Berezutski bildirib ki, bizim daha çox epizodumuz var idi, daha çox təzyiq eləyirdik, qələbəyə daha çox biz layiq idik. Əvəzində Elmar Baxşıyev nə deyib? Komandam daha əzmkar oyun nümayiş etdirəcək. İndiki vəziyyətdə düzdür, problemlərimiz var, zədəlilər. Bəli. İstədiyimiz oyunu ortaya qoya bilmirik, amma bu əzmkarlığı mövsümün sonuna qədər davam etdirəcəyik. Araz Naxçıvanın Avrokubok şansı davam eləyir yeri gəlmiş. Üzr istəyirəm, bir dəqiqə. Berezutski'nin sözünə qayıtmaq istəyirəm. Bir üzr istəyirəm. Yo, desin. Qoymursan danışmağa, Ali. Əcəb eləyirəm. Aha. Əcəb eləyirəm. Keç belə. Sözüm var mənə. Qoymursan danışmağa. Fikrin bildirməmiş sıraz oradan nəsə. Xoşuma gəlmir, çıx get burdan. Mən getmirəm. Pivəyə dəymə prosta. Pivəyə dəymə. Sonra söz yaddan çıxacaq. Bu Berezutski deyir ki, bizim momentimiz daha üstün oynayırdıq, amma topa sahib olma 50-50-yə. Bəli. Qapıya zərbə 6-7-yə, qapı çərçivəsinə 2-2. Yəni bu üstünlük nədə idi? Mən görmədim. Ola bilər daha bu statistikada olan rəqəmlərlə oyundakı o görüntü məsələ tamam başqa. Oyun olur tutarlar. Oyun ola bilər ki, qapıya elə bir zərbə vura bilərsən ki, top diyirlənə, dığırlana gedir ramkaya. Onu saymırlar. Onu da sayırlar. Yox, onu saymırlar. Yəni nisbətən o qapı istiqamətində qardaşım, yox, deyəndə ki, məndə üstünlük var idi, sən olmalısan sən necə 10 zərbə mən vurmuşam, 2 zərbə rəqib vurub, hə. Amma 5 6-7, yəni bərabər gedəndə 2-3 fərqlə, yəni yenə bu yalanını çıxartmaq istəmirəm. Sadəcə deməzdim ki, Araz bərbad oyun göstərdi, üstünlük Sabahda idi. Araz möcüzəvi şəkildə 1-1 Araz Naxçıvanın oyunda da momentləri var idi. Əlbəttə. İkinci hissədə o başdan vuran o Igor Zaşitnik Ruştanqan bölündən keçir. Məsələn, epizodlarına baxanda heç Araz onlardan geri qalmırdı. Hesabda da irəlidə idi. Heyf ki hesabı. O da o Özbəkistanın o futbolçunun o ötürməsindən sonra orada qapısı ilə müdafiəçinin arasında o anlaşılmazlıq. Ötürmə də gözəl idi. Başdan vurur Uzaq dirək istiqamətinə. Yəni bilsən necə ötürmə gözəl deyə verirsən ora. Orada mən müdafiəçinin təbii ki, elə bilirəm ki, qapıçı çıxıb belə götürəcək. Qapıçı da baxır fikirləşir ki, bu hara getdi? Uzaq küncə gedir. Orada nə baş verəcək? Orada da həmin o Sabahın futbolçusu başdan vurur. Yəni ani bir anlaşılmazlıq olanda da beləsinə futbolda 1 saniyə konsentrasiyanı itirən kimi sırası qapında qol görürsən. Tamamilə razıyam. Oyun baxımından gedişatdan. Yəni görsənirdi ki, oyun neçəyə gedir. Çünki Sabah da ehtiyatlı oynayır. Araz Naxçıvan da bir-birdən sonra o açıq-aşkar görsənirdi, bəli. Həm heyətində zədəli futbolçular var Arazın. Neçə vaxt özdə bu baxımdan əziyyət çəkirdi. Hansı ki, əvvəlki oynadıqlarında o göstərdi ki, oyunu göstərə bilmirdi. Çünki alternativa əlində, yəni ehtiyat skamyasında oyunçular hansılar ki, buraxacaq, çıxıb oyunun taleyini həll eləyəcək futbolçular zədəlidir. Və bu qalır belə ki, paslayan eyni adamlar, o baxımdan da futbolçular çox yüklənir, bildin necə? Biri var, mənim ehtiyatımda var, çıxardıram qaranın yerindən Ruslanı buraxacaq. Yenə də gəlib çıxır mən dediyimə ki, bir neçə veriliş öncə demişdim də, qışda sən heyətini gücləndirməliydin. Onu eləmək olmur. Bu Araz Naxçıvandan mövsümün əvvəlində bu gözləntilər gözlənilmirdi. Heç kim tələb eləmirdi. Araz Naxçıvanın ilk üçlükdə olacağı heç kimin ağlına gəlmirdi. Möhtəşəm sezon keçirir, mövsüm keçirir bu öz yerində. Amma sən əgər ardıcıl bu xallar qazanırsansa, qış fasiləsinə qədər ideal bir nəticə oyun ortaya qoymusansa və artıq belə deyək, futbol ictimaiyyətinin, medianın, azarkeşlərinin tələbi sənə artırsa, mükafatçılar sırasına düşməyə baxımından, yaxşı nəticələr qazanmaq və bunu stabil formada davam etdirmək. Sən qışda transfer eləməlisən. Bir neçə mövqeyə sən heyətini gücləndirməlisən. O qədər asan deyil də. Azərbaycana ümumiyyətlə oyuncu gətirmək çətindir. Üstəlik oyuncu gətirməkdən sənin sözünə qüvvəti, Alik, bilsən necədir? Müəyyən bir sənin büdcən var.
sən o büdcəvi il boyu müəyyənləşdirirsən, hara nə xərcləyəcəksən. Mən bilirəm ki, 5-6 futbolçu Onu demirəm da. İndi gətirdilər də Allah gəldi. Ondan sonra kimsə bir dənə futbolçu gəldi qışda. Yəni sən 5 nəfəri gətirə bilmirsən. O 5 nəfəri gətirsən də belə pul verməlisən onlara. Sənin də müəyyən bir büdcən var əzizim. Əlbəttə. Tək Araza aid deyil o. Məsələn, Zirədən neçə nəfər gəldi qışda? Qarabağa neçə nəfər gəldi qışda? Neftçiyə neçə nəfər gəldi qışda? Belə baxanda büdcələri var da artıqlaması ilə. Baxır görür ki, buna ehtiyac yoxdur. Bir nəfər, 2 nəfər okey. Yəni Araz Naxçıvan da baxır görür mənim əlimdə olan futbolçularım var. Bunlar zədədən qayıdacaq. Nəyə görə artıq pul xərcləyim və yaxud da kiməsə pul verim, gətirim. Həmin o pulu komandanın nəyisə ehtiyaclarına xərcləyərlər. Əlbəttə. O baxımdan da axıra qədər beləncə əzmkar mübarizə aparacaqlar. Sona qədər Arazın özü də 3-cü yerdə bitirməkdən ötürü əlində olan o zədəli də olsa iynə vuracaq, çıxacaq. Yəni elə futbolçular var ki, orada komanda uğrunda yəni iynə vuracaq, əzələsini qopardacaq amma 3-cü Orada sənin söz və qüvvət. Orada mən əminəm ki, yəni söhbət Araz Naxçıvan kimi klublardan gedir ha. Bəlkə də baş məşqçi qış transferində klubun prezidentinə yaxınlaşıb deyəndə ki, bəlkə alaq 3-4 nəfər. Aha. Ola bilər ki, klub prezidenti deyir ki, qardaşım, bir dənə gəl dişimizi sıxaq. Mövsümün axırı. Niyə görə bu əstəğfurullah mən klub prezidentə qarşı şey demək pis demirəm ha onu. Yəni onu o anlayışla yaxınlaşmaq lazımdır. Sənin dediyin kimi. Adam fikirləşir ki, mən götürüm indi xərcləyim falan qədər pulu. Sən bilmirsən, qışdakı aldığın oyunçu tutacaq, tutmayacaq. Onu bilmirsən. Ola bilər. Alınmadı. Sən bunu təzminatla sonra göndərməlisən. Bəli. Gələn sezonu fikirləşmək lazımdır. Təəssüflər olsun, bir çox klublarımız elədir. Axırına kimi icarə əsasında da götürmək olur. Vermirlər ha, hər yaxşı oyunçunu vermirlər axı qardaşım. Qışda tapmaq çətindir İsmail. Razıyam.